Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Mənə belə bir sual gəlib ki, antimüller hormon nədir? Qısa adı AMH. Antimüller hormon yumurtalıqların rezervini göstərir. Yumurtalığın rezervi biz bilirik ki, ən böyük rəqəm döl ana bətnində olarkən 20 həftəliyində olur və ondan sonra getdikcə azalmağa başlayır. Təsəvvür edirsiniz, ana bətnində 20 həftəlik qız uşağının AMH-sı hamıdan yüksək olur. Çünki onda follikulanın sayı maksimal olur. İllər keçdikcə, dövran döndükcə və müəyyən bir yaşa çatdıqca bu follikulanın sayı azalır. 35 yaşdan sonra isə kəskin sürətlə azalmağa başlayır. Ona görə biz qadınlara, gənc gəlinlərə məsləhət görürük ki, hamiləliyi 35 yaşa qədər başa çatdırın. Ondan sonra antimüller hormonu miqdarı azalmağa başlayır. Bədəndəki follikulların içərisində olan yumurta hüceyrələrin sayına görə antimüller hormonun miqdarını təyin eləmək olur. Bu birbaşa bədəndəki yumurta hüceyrələrin sayını göstərir. Müəyyən dövrlərdə, məsəl üçün hamiləlikdən sonra, abortdan sonra və yaxud süni maylamadan sonra antimüller hormonu qısa bir surətdə azala bilər. Çünki bədəndə gələcəkdə yetişəcək follikulların miqdarı kəskin surətdə azalır. Lakin müəyyən bir dövr keçdikdən sonra, sütəmər dövr keçdikdən sonra və yaxud süni maylanmanın üstündən bir neçə ay keçdikdən sonra antimüller hormon yenidən öz qiymətlərini alır. Əziz qadınlar, ancaq antimüller hormona görə artıqlığına və yaxud çox aşağı olmağına görə narahat olmayın. Çünki bundan başqa aybaşının 2-ci, 3-cü günündə ultrasəs vasitəsilə antral follikulanın sayının da çox böyük əhəmiyyəti var. Həm antral follikulanın sayı, həm antimüller hormon, həmçinin FSH, LH ən azı estradiol yoxlanmalıdır. Bunların bir-birinə olan nisbətinə görə qadında gələcəkdə hamiləlik olacaq və ya olmayacaq bu sözü demək olar. Əziz qadınlar, hamiləliyinizi gecikdirməyin. Karyeraya görə ailə planlamasını elə eləyin ki, 35 yaşa qədər hamilə qalıb övlad dünyaya gətirə biləsiniz. Çünki antimüller hormon düşərsə, onu heç cür qaldırmaq olmur. Müxtəlif dərmanlar deyirlər, müxtəlif əlavələr deyirlər. Ancaq bəzi A, C, Y vitamini, D vitamini içməklə onu düşməyə qoymaq olmaz. Onu artırmaq süni sürətdə dərmanlar vasitəsilə mümkün deyil. Ona görə öz illərinizin qədrini bilin, hamilə qalın və hamiləliyi sabaha bir günə gələn ilə saxlamayın. Diqqətinizə görə çox sağ olun.